Salam, Michael'ın girişi ilə yeni bir vlog başladıram. Əvvəlcə dərsə gecikdiyim üçün universitetə makyajsız halda gedirəm. Bu böyük bir özgüvəndir. Burada sizə Made in 19s adlı corabımı göstərirəm. Burada beta kafeni görürsünüz. Oradan bir çay alıb qızlarla metroya yola düşürük. Əvvəlcə onları göstərmək istəyirəm. Səma və Ləman hər vloqumda varlar. Daha sonra bizim Femida Queenlər, Sara və Ləman. Və necə də söhbət eləyirlər, qəşəng-qəşəng. Sonra Səmanı məcbur eləyirəm ki, al sən çək bu səfər. Onları həqiqətən çox sevirəm. Daha sonra biz Nurlanı görürük. Hazır səs vermə yaxınlaşır dostlar, ona səs verin. Və Mələk və Jaləni görürsünüz. Burada Şükriyə də bizə qoşulur. Daha sonra Nurlanın kartını göstərirəm. Vufon 3-ə qoşulub. Daha sonra biz biletləri Ləmanla alırıq. Artıq mola çatmışıq. Ancaq sonra filmin rus dilində olmasından şikayətlənirik. Çünki biz rusca qətiyyən danışa bilmirik. Biletləri aldıqdan sonra molda gözləmək qərarına gəlirik. Burada yenə video çəkirik və biraz mağaza gəzirik. Burada oyuncaq mağazasına hər dəfə girdiyimiz yer. Ləman yenə bir oyuncaq görüb və almaq istəyir. Amma qiyməti görəndən sonra vaz keçir. Və filmimiz başlayır. Burada sizi filmlə baş-başa qoyacağam. Əvvəl outfitimi göstərəcəm təbii ki. Xüsusi olaraq geyinmişəm. Və Ləmanla popcornumuzu alıb filmin başlanmasını gözləyirik. Xüsusi qeyd edirəm ki, bu filmə ikinci dəfədə gəlirəm və insan sayı digər filmlərə nisbətən daha çox olur. Hansı ki, yaxşı əlamətdir. Çünki insanlara artıq sənət adamlarının yaratdığı bu sənət əsərləri həqiqətən maraqlı gəlir. Burada Jeffrey Jackson elə baxdı ki, həqiqətən elə bildim Michael'ın özüdür. Ümumiyyətlə çox tövsiyə edirəm bu filmə gedib baxmağı. Yəni çox duyğular hiss edə bilərsiniz. Sonda isə öz girişimi edirəm. Və qaydanda əslində mindiyim avtobus qəfil dayanır və insanlar düşməyə başlayır, sürücü daxil. Mən heç bir şey anlamıram. Qorxuram ki, ayda mən nəyə minmişəm. Vəziyyət aydınlaşır, sən demə, avtobus dəyişilməliymiş. Burada isə evə gedirəm. Sağ olun. Goodbye.